Baxın, siz əgər səhər, günorta, axşam eyni tipli diyetlə arıqlayırsınızsa və ancaq eyni tipli məhsullar qəbul edirsinizsə, süd detoksu, nə bilim nə detoksu, yumurta detoksu eləyib arıqlayırsınızsa, sabah bir gün sizin bu çəkini saxlamaq ehtimalınız demək olar ki, yoxdur. Mümkün deyil o çəkini saxlamaq. Deyirsiniz ki, diyet saxlayıb arıqlı. Mən deyirəm ki, elə bir qidalanma, bax diyet sözündən istifadə etməyəcəm. Elə bir qidalanma tərzindən və elə bir qidalanmadan istifadə edin ki, həmin qidalanmanı ömür boyu davam elətdirə bilərsiniz. Ekspres diyetləri həyatınızdan ümumiyyətlə yığışdırın. Bu, metabolizminizi zəiflətmək və bədəninizə ziyan, zərər vurmaqdan başqa heç bir işə yaramır. Yaramır yəni. Ümumilikdə, praktikada boş-boş şeylərdir. Bunlar oyuncaqdır. Oyuncaq oynayırsınız. 4 günə verim, 5 günə alın. 5 günə verim, 10 günə alın. Yəni bundan artıq bir kütlə var, bir xanım kütləsi var. Çox vaxtı 30 yaş üzəri xanımlardır. Mən yəqin ki, onların ürəyindən danışıram. Yəni o qədər boğaza yığılıblar ki, hər hansı bir diyetləri tətbiq edib, arıqlayıb kökəlməkdən. Onlar məni çox yaxşı başa düşürlər. Ona görə də diyet saxlayandan sonra saxlamaq söhbəti deyil. Elə bir qidalanma tərzi və quruluşu seçmək lazımdır ki, həm çəkiniz getməlidir, həm həmin o qidalanmanı həyat tərzinizə çevirməlisiniz, həm də uzun müddət bu qidalanmaya əməl etməlisiniz.